Qaliblərin qanunları. Qanun 2. Daim öyrənmək və inkişaf etmək. Bizim iki həyat modeli arasında seçim etmək imkanımız var. Mollyuskun içərisindəki ilbiz öz dünya görüşünü genişləndirmək fürsətini qaçıran insanı simvolizə edir. Həmin insan bütün ömrü boyu eyni işlə məşğul olur. Napoleon Hill demişdir: bəzi insanlar tez ölür. Çünki həddindən artıq çox yeyirlər. Digərləri həddindən artıq çox içdikləri, üçüncüləri isə əslində edəcək başqa heç nə qalmadığı üçün tez ölürlər. Qartal kimi yaşamaq istəyən insanlar isə çətin yolu seçirlər. Bu həyatı yaşamağın yəqin ki, yalnız bir yol var. Öyrəndiyimizə və inkişaf etdiyimizə sevinmək. Nə qədər çox bilsək, bir o qədər yüksələr və bir o qədər də azad olarıq. Həyatda qarşılaşdığımız bütün çətinliklərə və problemlərə növbəti dərslər kimi baxmaq lazımdır.